Ey vətən oğlu düşün, bil ki sənindir bu vətən. Sabahın, həm bugünün, həm dünənindir bu vətən. Ömrüm boyu millətimə olan sevgimdən, dilimə, torpağıma, el-obama bağlılığımdan yazdım. Söz mənim üçün həm nəfəs, həm ümid, həm də bir yol idi. Millətimin yolunu işıqlandıran bir çıraq kimi. Bugün 100 illik ömrümün yad edildiyini görmək mənim üçün böyük bir qürurdur. Mingəçevir Dövlət Universitetində adımın anılması, sözümün yaşadılması, gənclərə çatdırılması mənə edilə biləcək ən qiymətli hörmət və dəyərdir. Mənəvi irsimi yaşadan hər kəsə təşəkkür edirəm. Sözümü yaşadan varsa, demək ki, mən də yaşayıram. Millətinə, gəncliyinə bağlı olan bir universitetin yaddaşında olmaq mənim üçün əlavə bir ömür kimidir. Əziz Mingəçevir Dövlət Universiteti, var olun. Sözə, elmə, vətənə xidmət yolunda daim ucalasınız.